Bizim pandemiya dönəmindən daha belə deyim də daha da məşhurlaşan bir distant iş anlayışı var idi ki, həmin dönəmdə bu anlayış demək olar ki, öz yaxşı, müsbət nəticələrini göstərdi və düşünürəm ki, bunun nəticəsidir ki, artıq distant iş anlayışı əmək məcəlləsinə daxil edilir. Necə düşünürsünüz, bu əmək bazarında nəyi dəyişəcək bu anlayış? Bu çox şeylər dəyişəcəkdir. Bu anlayış da olduqca vacib və mən deyərdim vaxtında artıq əmək məcəlləsinə gəlmiş və hüquqi əsaslar yaradan bir anlayışdır. Doğru söylüyorsunuz ki, pandemiya dövründə artıq biz müəyyən sahələrdə bu distant iş məsələsi, məsafədən idarə olunma, onlayn olaraq müəyyən tədbirlərin həyata keçirilməsi təcrübəsini qazandıq. Amma pandemiyadan qabaq da müəyyən ölkələrdə, xüsusən qabaqcıl ölkələrdə distant iş tətbiq olunurdu, onun qanunverici əsaslar yaranmışdı. İndi isə Amerika Birləşmiş Ştatlarında, bəzi Qərbi Avropa ölkələrində, Yaponiyada, Koreyada və s. Hardakı texnoloji inkişaf daha yüksək səviyyədədir. Orada distant iş praktikası daha genişdir. Artıq Azərbaycanda da cənab prezidentin tapşırığı ilə elektron hökumətin qurulması olduqca geniş şəkildə həyata keçirilir və yeri gəlmişkən onu da deyim ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi elektron hökumət qurulması sayəsində ən öndə gedən hökumət qurumlarından biridir və artıq biz robototexnikanı öz istehsalat prosesinə, idarə etmə prosesinə, xidmət prosesinə gətiririk və bütün bunlar imkan verir ki, biz artıq məsafədən işin hüquqi əsaslarını yaradaq və bunu daha geniş şəkildə ölkəmizdə tətbiq edək. Bəli, əlbəttə bu sırf dəzgah arxasında dayanan istehsalat prosesi ilə məşğul olan işçilərə şamil olunmayacaqdır. Bu mümkün də deyil. Yəni elə yer var ki, orada işçinin bir avazda fiziki əməyi lazımdır. Amma elə iş sahələri var ki, o işdə artıq birbaşa işçinin fiziki iştirakının harada olmasının o qədər əhəmiyyəti yoxdur. Yəni əgər kompüter arxasında hər hansı bir informasiyanı almaq, informasiyanı emal etmək, informasiyanı harasa ötürməkdir bunun işisə, bunu evində də edə bilər, başqa bir yerdə də edə bilər, iş yerində də edə bilər. Amma bir şərtlə ki, onun üçün müvafiq iş şəraiti olsun. Texnoloji avadanlığı olsun, internet olsun, oturduğu yerdə ona mane olan əngəllər olmasın və s. Digər tərəfdən, ola da bilər ki, həftənin müəyyən günləri öz iş yerində olar, tapşırıqlarını alar, icra edər, müəyyən məsələlərdə konsultasiya məsləhətlərini edər, həftənin müəyyən iş günlərini isə məsafədən işini apara bilər. Bu da yenə əmək müqaviləsinin şərtlərində özünü göstərə biləcəkdir. Biz artıq müəyyən kursların təşkili praktikasında biz bunu görürük. Xarici dil kurslarıdır, repetitor kurslarıdır. Biz görürük məsafədən iş heç də o birisindən keyfiyyətcən geri qalmır. Artıq Təhsil Naziri də elan etdi ki, biz genəldə müəyyən məktəblərdə dərslərin müəyyən saatlarını biz distant məsələdə keçəcəyik. Digər sahələrdə də bunlar özünü göstərəcəkdir. Əsas odur ki, bunun hüquqi əsası qanunvericilikdə yaranacaqdır. Yaranandan sonra tətbiq imkanları artıq şirkətlər, müəssisələr öz istədiklərinə və yaxud da ki, imkanlarına uyğun bunu planlayacaqlar. Digər tərəfdən artıq bu rayon, şəhər, kənd, rayon məsafəsini də aradan qaldırmış olacaqdır. Tutaq ki, kənddə yaşayır işçi, rayon mərkəzində işləyir, onun hər gün oraya gəlib getməyinə ehtiyac qalmayacaqdır. Hətta ola biləcək ki, müqavilə əsasında bir dağ rayonunda yaşayan, amma kompüter bilikləri, texnoloji bilikləri, peşə bilikləri olan müqavilə əsasında müəyyən işi Bakıda olan şirkətin bir işini də orada görəcəkdir. Digər bir üstünlüyü Bakı şəhərində və böyük megapolislərdə tıxacların aradan qaldırılması məsələsində də öz müsbət rolunu oynayacaq. Ən əsası odur ki, burada işçinin rahatlığı təmin olunacaqdır. Vaxt itkisinə qənaət olacaqdır, vaxt itkisi olmayacaqdır. Və yenə deyirəm, burada da müqavilə əsasında hamısı şərtlər müəyyənləşəcək. Düşünürəm ki, nə əmək haqqının azalması burada söhbət ola bilməz. Çünki işin keyfiyyətinə və həcminə bağlıdırsa bu məsələ. Eyni zamanda o işçinin digər işçidən aşağı və yuxarı statusda müəyyən oluna bilməz. Və bütövlükdə bu yeni bir addımdır. Getdikcə daha da genişlənəcəkdir.